Bir de bak qeyri-müstəqil hesablama. Burada müştəq və qeyri-müştəq kəlimələrin hamısının hesablanması. Bəyadır var müstəqim hesablama. Kəlimələrin əslisi nədir? Adlı qalır. Ancaq onlar hesablayır. 77-8-7. Bir də var ki, hamısını hesablayır. Münafiqlərdə, damdən hamısını sayır, daha güclü çox çıxır. Bu hesablama 2 mərhələ aparılmışdır. Bu ara deyim, xərab, mən hələ bu oxumuşum, ardında oxumuşum, ta gəlim çatdırmadım. Sonra Quranda insan o məhəbbətdən keçsən dərsi, mən sevgim var bu sahəyə, həm də sizin dərimdən belə məlumat verir, həm də belə izah eləyəli, o üçün belə çox gedir vaxtımız. Bu hesablama 2 aparılı mərhələdə. 1. Müştəq kəlimələrin, müştəq yəni ki, alınma. Aldı qalıyor, o birisi hallar. Alınma kəlimələrin sayılması. Bu mərhələdə Qur'anın alınma kəlimləri hər surədə ayə və ayə sayılır. Bir sayılırlar. Və sözün birinci kök hərfi etibarı ilə əlifba sırasından düzülmüşdür. 2. Qeyri-müştəq kəlimələrin sayılması. Yəni ki, camidlərin, yəni sadə isimlərin. Var alınma və sadə, yəni adlı qalın. Ancaq o sayılırlar. Bu mərhələdə qeyri-müştəq, o ki alınmadır, birinci hal yox, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı hallardır. O kəlimlər müştəq kəlimlər kimi sayılmış. Sonra qeyri-müştəq, yəni o camid, yəni o birinci sadə isimlər, adlı qal. Kəlimlərin sayı müştəq kəlimlərin sayına əlavə edilərək Quran kəlimlərinin ümumi sayı çıxarılmışdır. Məsələn, üçün deyək 10.000 dəyər kəlmədir. Bunun deyək 1000-i adlı qaldı. O birisi ondan alanlardır. Bu 1000'in sayıları. O birisindən 9000 sayılırlar. Belə növdə. Nəticə, Quranda 114 surə var. Niyə 114, 115, 113 yox? O mən bilmirəm ki. O mən bilmirəm. Bir mən dedim valıb bilmirəm. Deyir ki, bir sənə tərələ 100 nə demişdi? Demişdi ki, 100 Allahın adı ilə sifəti 14 da ki, 14 da məsum. Deyəm ki, yox, bu dırnaqarası o bizdə var, avamdasan eşq oyuncağı var bizdə. Adını qoysaq, bu nə əlaqəsi var buna? Bunun bir köklü mənbəsi var. Hədis varsa, başda qəbullə daha da yaxşı mən savadımıza savad artıraq. Har yazır ki, 114-dən içərisində 14 məsum əlaqəsi var. Nə bunun əlaqəsi olsun da? Əlaqə olmalı ki, biz bu sözü deyək. Biz deyərik ki, yaxşı. Yəni, hələ məhəbbətdən irəli gəlir emosiya, yox, emosiyanın yeri həddi var. Hələ hara gəlir emosiya olsun, hissiyatın belə deyil, qız oğlana, oğlan qıza. Mən belə şey istəyirəm, oğlan belə bir nazırı qıza, qız belə bir nazırı oğlana. Emosiya, hissi, onun yeri var, həddi var. Bəs ağıl harada qaldı? Ağıl sədir ki, ağla, bu o 114 nə əlaqəsi 14 məsumla? Nə əlaqəsi var da? 100 yaxlaşması, 100 nədir bə? 100 nə var burada 100? Nə əlaqəsi var? 100 Allahın adı. Yaxşı, 14 məsum. Eşitmişik də. Mənbə haradandır? Mənbə varsa, tutarlı, etibar hədəsi varsa, qəbul edəcək ki, bunun əlaqəsi var. Axı, bəzi Allahın adını 99-dur, 100 demir. Bəs onu eləyək. 99 Allahın adı. 1001 sifətdir. 99 deyə burada yazıb da, belə deyirlər. Sağ əlimizdə 18 cızığı var, 18. Solu 81, 99 Allahın adı. Bu deyirlər, bu həqiqətən belə deyil. Bəs 1001 hər yazdı. Mən oxumuşam, hədis deyil ancaq. Əvvəl jurnal vardı, Gənclik, Turan, uşaq edim, rəhmətli atamın oxuyan olub həqiqətən. Ona var jurnallar. Gənclik, Azərbaycan, Turan nərimlərini orada oxumuşum ki, 2 də minarə, 2 dənə arka. 2 minarə 1-1 rəqəmidir. 2 dənə arka, 2 dənə qapıdır, kişilərin girişi, qadınların girişi. Yəni 1-1-0-0 1001 Allahın sifəti. Ona əlaqə edirlər ki, 2 minarə, 2 dənə arka kimi qapı belə. Bu da ki, doğru çıxmır. Çünki hər məsciddə 2 minarə yox, çoxdur. Bəzi məsciddə bir minarə yoxdur. Yəni tutarlı bir dəlil deyilmir. Amma mənbə olsa qəbul, yoxsa qəbulləmirik. Biz tutarlı dəlil olmadan qəbulləmirik. 114 surə
6236 ayə. Nədir ayə? Yəni cümlə. 77807 nə? Kəlmə. Adı çəkilən lüğətdə ayə və kəlmələrin hesablanması zamanı əks götürülən meyarlar və şərtlər qeyd etdiklərindən edilərkən vurgulanır ki, Bismillah ayəsi digər Quran lüğətlərlə həmahənglik məqsədi ilə yalnız Həmd surəsində Bismillah surəsi ayəsi ayə kimi hesab olunur. Digərlərində isə yox. Niyə deyir? Çünki bir növ həmahənglik olsun da o digər ayələrlə. Ki, daha da bu araşdırması aparmaq olar ki, niyə Bismillah Fatihədə ayə hesab olunur, o bilərisində yox. Deyə bir xüsusi araşdırma lazımdır bunun üçün. Ki, inşallah vaxt olsa mən özümü istəyərəm ki, araşdırıb ortaya qoyum, siz də ondan inşallah öyrənəsiniz, bizdən təkrarlayaq. Bu qədər, bura qədər keçir dərsimizi, səhifə 77-yə qədər, bəndinə qədər Quran surənin adları. Surə var ki, birinci adı var. Baxsan bu Quranda adı budur, başqası başqa adı var. Deyir, hə, məsələn, Mümin surəsi. Müminun yox ha, mümin. Bir Quranda belə yazır mümin, yazır bəlsindən qafir. Qafir mümin şeydir. Burada bəsin qeydləyib, mən də ətraflı özüm yazmışam, öz yazım var. Kim istəsə deyərsiniz göndərərdik qrupa. İstəməzsiniz göndərməyəcəyik. Yəni ağacın demişik, meyvə istəyən ki, ağacı silkələsin. Silkələməsəz, ağac gəlsən qarşı əyilib deməz mənə ye. Ya özün istəyəsən onu. Yəni var məndə məlumatlar. Düz burada 5-6 yazıb 77-ci səhifədə. Amma məndə çoxu var ki, bir çox sırada var ki, onun 1, 2, 3 hətta adları var. Belə bu qədər. Allah inşallah elimizi artıq eləsin. Allah yolun gözlədiyimiz 12-ci am gəlişini tezləşdirsin. Amin. Allahümmə salli ala Muhammedin və ala Muhammed və accil faracahum.